Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün dövlət proqramı çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tikilməkdə olan obyektlərin müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün su təmizləyici qurğularının tikintisi layihələrinə başlayıb. Layihələrdən biri Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğunun tikintisidir. Ümumi uzunluğu 23 kilometr olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi və məhsuldarlığı gün ərzində 100 min kubmetr olan tullantı su təmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək. Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti də yaxşılaşdırılacaq. Lökbatan tullantı su təmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl, Bibeybət massivlərini əhatə edəcək. Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğunun tikinti layihəsi 2025-ci ildə başlanılıb, 2028-ci ildə tamamlanması nəzərdə tutulur. Bir ədəd nasos stansiya tikiləcək, incə barmaqlı, kobud barmaqlı, qum tutucu, yağ tutucu, biofosfor hovuzu, havalandırma hovuzu, sondurulducu hovuz, disk filtrlər, UV qurğusu, sonda çirkab su UV qurğusundan keçərək bütün bakteriya öldükdən sonra dənizə axıdılacaq. Təmizlənmiş suyun dənizə axıdılması üçün dənizin içərisində 2,7 kilometrlik 1600 metal borular quraşdıracağıq. Qurğunun ərazisində enerji mərkəzi tikəcəyik. Enerji mərkəzini qidalandırmaq üçün 110-35-6 kilovatlık Puta yarımı stansiyasından 2 dövrəli 35 kilovatlık xətt çəkəcəyik və ərazidə 6 kilovatlık şəbəkə yaradacağıq. Təmizləyici qurğu ən müasir standartlara cavab verir. Hazırda qum və yağ tutucu qurğusunda pərdə divarlarının armatur və qəlib işləri görülür. Biofosfor hovuzu qurğusunun armatur, havalandırma hovuzu qurğusunda svay bünövrə, temperatur tikişlərində izolyasiya işləri həyata keçirilir. İnzibati binanın hörgü işləri də hazırda davam etdirilir. Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 50% icra olunub. Bu layihə Bakı şəhərinin kanalizasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan ən mühüm layihələrdən biridir. Layihənin başa çatdırılması, tullantı sularının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə, ekoloji təhlükəsizliyin gücləndirilməsinə, əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Eyni zamanda müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək su təmizləyici qurğu, tullantı sularının ekoloji standartlara uyğun təmizlənməsini təmin edəcək.